2-ci Timoteyə məktub yazanda o xüsusi bir öyüd nəsihət verir və deyir ki, Allah bizə qorxaqlıq ruhu vermədi. Və biz bu barədə danışdıq. O deyir bizə növbəti hansını ki danışacağam, güc, məhəbbət, ağıllı, kamallı olmaq ruhunu verdi. Yəni bu aydın bir fikir deyir ki, Allah bizim həyatımıza təminat verir. Allah bizim həyatımıza bilik ilə təminat verir. Və bilirsiniz, bizim beynimizdə yaşadıqlarımız o bir ideyalara çevrilir, bir düşüncə tərzinə çevrilir. Hansıları ki biz bəslədiyimizə görə, öz zehnimizdə bəslədiyimizə görə, bəyəndiyimizə görə, bizə xoş görsəndiyinə görə bizim ürək istəklərimizə keçir. Çünki onları bəyənirik axı. O qədər fikirlər var ki, biz gündəlik eşidirik. Ola bilsin kinoda, verilişdə, internetdə hansısa bir postda tez unuduruq. Amma bəzisi belə hək olunur. Yəni hardasa ilişir, qalır. Hardasa ilişir, qalır və biz onu beynimizdə yaşadırıq və onu xatırlayırıq. Bəzi musiqi belə olur. Yox, elə olur ki, gün keçir, hələ zümzümə edirik o mahnını. Yəni tutdu mahnı qaldı hardasa beynimizdə və xoşumuza gəldi, tutdu bizi. Musiqisi mi, sözləri mi və mahnı haqqında danışanda Allaha etdiyimiz ibadətin ayrılmaz hissəsi ilahələr oxumaqdır. Ən xoşuma gələndir və biz oxuduğumuz o sonuncu ilahə çox yaxşıdır, çox xoşuma gəlir. Onun ki mən deyirəm ki, özünüz bu vərdişi yaradın, ilahələr oxumağa. Və deyirəm indi imkanlar da çox böyükdür. Telefonda, YouTube-da var, sadəcə qoya bilərsiniz. Yol gedəndə qulaq asın, evdə iş görəndə qulaq asın. Qoy o ilahələr, qoy həmişə sizi əhatə eləsin və o mahnılara qoyulan sözlər, o əsasən zəburlardandır, Süleymanın məsəllərdəndir, müqəddəs kitabdan gələn ayələrlə qarışan sözlərdir. Çox yaxşıdır. Yəni, mən deyirəm ki, ümumiyyətlə, kəlam haqqında bölüşməkdənsə, ilahələri dinləmək mən daha çox zövq alıram. Və çünki orada çox dərin mənalar var. Və bizim beynimizdə, bizim düşüncələrimizdə hər hansı bir fikir yer aldıqda, biz onu yaşatdığımıza görə istər-istəməz bizim ürək niyyətlərimizə keçir. Ürək niyyətlərimizdə o aldığına görə hələ ki bizi daha da çox ofsunlayır o fikir. O çox ofsunluğuna görə bizim hərəkətlərimizə başlayır keçməyə. Danışanda ona bənzər danışırıq, hərəkətlərimiz ona bənzər olur və ona görə müqəddəs kitab bizə Allahın bizə olan məhəbbəti, Allahın bizə verdiyi təminatdan danışaraq məhz bu sözlərlə əhatə edilməyimizi istəyir. O istəyir ki, biz öz həyatımızı adları müqəddəs kitaba düşmüş, Allah tərəfindən müsbət şahadət almış insanlarla əhatə edək. Onlardan ibrət götürək. Çünki biz Allahın kəlamı haqqında eşidəndə nəzəri səslənə bilər. Nəzəri ola bilər. Amma onun tətbiqini biz görə bilərik. Adları müqəddəs kitaba düşmüş peyğəmbərlərin, salih insanların, İsa Məsihin həvarilərin həyatında hansılar ki o sözləri yaşatdılar. Ona görə yazır ki, müqəddəs kitabda Allah bizə qorxaqlıq ruhu vermədi. Allah bizə güc ruhunu verdi. Güc ruhunu bizə verən Allah bizə belə inanılmaz pəhlivan etmir. Yəni ki, bizim gücümüz hər şeyə çatsın. Ağır yükləri daşımaq, zala gedib məşq eləmək yox. Allah bizə güc verdi ki, bu həyatda taqətli insanlar olaq. Dözümlü olaq. Üzləşdiyimiz çətinliklərdə və mən sizə əmin eləyə bilərəm, çətinliklərlə üzləşəcəksiniz. Ümumiyyətlə, elə bir insan yoxdur ki, həyatında çətinliklə üzləşməsin. Elə insan yoxdur. Dünya yaranandan indiyə qədər insanlar həyatlarında xoş günlər də görürlər, kədərli günləri də yaşayırlar. Ürəyi açan, ruhlandıran, həyatı sevdirən günlər olur, sıxıcı anlar da olur. Onlar qaçılmazlar. Ona görə əgər həyatında hansı bir sıxıntıdan, çətinlikdən, hansı bir təqibdən, xoşa gəlmiş bir vəziyyətə düşmüsənsə, fikirləşməklə ki, 7 milyard insanın arasında ancaq bu sənin başına gəlibdir. Yox. Amma 7 milyard insanın arasında bəziləri Allaha güvənir və Allahdan öyrəndiyi tərzdə üzləşdiyi çətinliklərdən çıxış yolu alır, digərləri isə yox. Sual. Kimdən ibrət götürmək istəyirsən? Kimin nümunəsinə görə davranmaq istəyirsən? Allah bizə öz kəlamı vasitəsilə təminat verir ki, biz ruhdan düşüb məğlub olan insanlar olmayaq. Nə qədər insanlar var ki, həyatda o qarşı durma ilə, müqavimətlə görüşəndə tez ruhdan düşürlər. Həvəsdən düşürlər. Müəllim pis qiymət yazdı, məktəbə getmək istəmir. Yox.
Evdə nəsə ana sərt söz dedi, evə gec qayıtmaq istəyir, evə qayıtmaq istəyir. Yox. Allah bizə öz gücü ilə qüvvətləndirir ki, öz sözü ilə qüvvətləndirir ki, həyatda üzləşdiyimiz çətinliklərdə Allah adamı kimi özünü Allaha itaət etmək üçün həsr edən insan kimi davranmağa bacaraq. Güc bundan ibarətdir. Güc sadəcə fiziki güc deyil, bizim daxili təbiətimizdə, ruhda taqətli olmağımızdır. Qarşı durmaya dözümlü olmaqdır. Allah istəyir ki, biz belə insanlar olaq. Həyatda məğlub olan deyil, mübariz insanlar olaq. Mübarizə aparaq, çalışqan və zəhmətkeş olaq. Allah bizə verdiyi bu güc bizə dünyada hakim olan günahdan özümüzü uzaq saxlayaraq Allahın ürəyinə görə yaşamağa sövq edir. Və nümunələrdən birini hansını ki, mən qeyd edə bilərəm, Yusifin nümunəsi. Yusif həyatında çətinliklə üzləşdi. Mən bilmirəm onun qədər bu çətinliklərdə yaşayan olub yoxsa yox. Mən deyərdim ki, bəlkə qardaşı tərəfindən xəyanət edilmiş insanlar olub və yaxud da qardaş adlandırdığı insandan xəyanət edilmiş insanlar olub. Amma qardaşları nəinki ona xəyanət elədilər? Biri yox, ikisi yox, hamısı razılaşdılar, evini yıxaq Yusifin. Və bilirsiniz nə edilər? Pula satdılar ona, qul kimi satdılar. Oyda, bizdə belə bir söz var, düşmənimə də arzulamaram. Düşür və onu göndərirlər o dövrdə, onun zamanında Misir dünyanın imperiyası idi. İndi necə bütün insanlar Amerikaya getməyi arzulayırlar, çünki orada həyat yaxşı olacaq. O dövrdə hamısı Misirə getmək istəyirdi, çünki Misirin ticarəti, əhatəsi böyüdü və bunu sürükləyib aparırlar qul kimi. Heyvan bazarına çıxardıb satırlar onu və bir Patifar adlı bir şəxs onu evinə alır. Nökər olaraq alır. Azad insan nökər kimi satılır. Düşmənimə də hazırlamaram. Bir işıq yolu görsəndi Yusifin həyatında. Patifarın arvadı, qanuni arvadı. Yusifə göz qoyur, yaraşıqlıdır. Yusifə onunla cinsi əlaqədə olmağa çağırır. Bəlkə də bu həyatını dəyişdirərdi Yusifin. Yusif isə Allahdan aldığı güc ilə o qədər qarşı durmaya, müqavimət göstərməyə bacarıqlı oldu ki, o yox dedi. O dedi, mən Allahıma və ağama qarşı bu günahı edə bilmərəm. Allahıma qarşı bu günahı edə bilmərəm. Nə qədər insanlar var ki, müxtəlif yollarına özlərini atırlar ki, sərvətlərini bir ezdə böyütsünlər. Nə qədər insanlar var ki, min cür oyundan çıxarlar ki, daha da nəsə də əldə etmiş olsunlar. Xəyanət edərlər, ailəsinə də qarşı, dostlarına da qarşı, iş yerinə də qarşı oğurluq edərlər ki, nəsə də özlərini qənimət bilsinlər. Hər şeydən qənimət görən insanlar var. Hər şeydən qənimət görən insanlar var. Allahdan güc alan insan isə daxili təbiətində kimə məxsus olduğunu bilir. Yusif bunu çox gözəl başa düşürdü. Ona görə dedi, mən Allahıma və ağama qarşı bu günahı edə bilmərəm. Budur insanın həyat mövqeyi. Bu insanın həyat mövqeyidir və biz Yusifdən bu nümunəni götürə bilərik. Bir çoxları Yusifin adını öz övladlarına verirlər və bizdə də Yusif var, hə? Nəyə görə onun adını yaşadırıq? Niyə Patifarın adını yaşatmırıq? Yox, çünki o məfi idi. Onun həyatı fərqli idi. Yox, Yusifin nümunəsi ibrətlidir. Yusifin həyatına baxanda onun həyatında Allahın xeyir-duası bolluqla dolub daşan idi. Nəyə görə? Sadəcə adına görə Allah ona xeyir-duanı verirdi, yoxsa ki Yusifin ürək niyyətinə görə, Yusifin Allahla münasibətdə dönməz olduğuna görə, yoxsa ki həyat çətinlikləri qarşısında başqaları kimi palaza bürünüb ellə sürünmədi, başqaları etdiyi tərzdə yaşamadı, amma Allah adamı kimi davrandı. Nəticədə həbs olundu. Həmin o Patifarın arvadı boyuna da şər atdı.
Hekayə boyuna bitmədi. Maraqlıdır, yox? Zindana atıldı. Mən deyirəm ki, ən pis yer həbsdə qulun işidir. Amma orada Allaha güvənməyini dayandırmadı. Mən fikirləşmirəm ki, Yusif qədər həyatında israf çəkən insan ola bilər. Bilmirəm. Başqa insanların həyatına baxanda, onlar da həyatlarında israf çəkiblər. Və biz öz həyatımızda yaşadıqlarımız, xoşa gəlməyən vəziyyətlər, çətinliklər bir ağır bir vəziyyətə çevrilə bilər. Amma bir xahişim var. Onu özünüzə qubar etməyin. Bir qara daş kimi qarşınızda qoymayın. Allah ilə bütün maneələri aradan qaldırmağa bacaracaqsınız. Mənə qüvvət verən Rəbdə hər şey gücüm çatacaq. Allah bu biliyi biz ötürmək istəyir. Mənə güvən. Reallığına, üzləşdiyinə, çətinliyə deyil, mənə güvən. Gözlə görünməyən, insanlar tərəfindən tanınmayan, amma sənə bəlli olan Allaha güvən. Yusif elə etdi. Yusif elə etdi. Ona görə Yusifin adı iman qəhrəmanı kimi əsrlər keçdiyinə baxmayaraq dildən dilə yaşayır. Yorulanda, gücdən düşəndə, həvəsin azalanda Allahına üz tut. Dua elə. Ya Rəbb, yoruldum. Mənə güc ver. Məni yenilə. Məni qüvvətləndir ki, mən səndən yeni güc alam. Bilirsiniz, Yunan dilində həmin o güc tərcümə olunan söz dinamisdir. Bu söz daha fərqli məna verir. Bayaq qeyd elədiyim kimi, nəinki fiziki güc, o daxili ruhda verilən taqətdir. Və bilirsiniz, Biblia nə deyir? Allah o taqəti verir. Ona sığınanlara və ondan imdad istəyənlərə Allah o taqəti verəndir. Mən hamı istəyərdi ki, həyat çətinlikləri qarşısında təbii gücə güvənməyən, öz ağlına, gözündə doğru olduğu kimi davranan deyil, amma gözlə görünməyən, sanki pərdə arxasında dayanıb, bütün bəşəriyyətin tarixinə dirijorluq edən Allaha güvənək. Nə qədər bu yaxşıdır. Baxın, axı biz rəğbət bəslədiyimiz, ümid bəslədiyimiz şəxslər Allaha bunda güvəndilər və Allaha güvəndiklərinə görə onlar müsbət şəhadət aldılar. Heç Yusifin ibadətləri barəsində yazılmadı. Amma Allaha sığınmağı, Allaha etibar etməyi, Allahla bərabər ömür yaşamağı barəsində aydın yazılıb. Onun həyat hekayəsinə baxanda o Allahla ömür yaşayan insan idi. Həmin o güc nə olursa olsun, eşidirsiniz? Nəyin bahasına olursa olsun, səni özünə çağıran Allaha sadiq qalmaq üçün sənə qüvvət verəndir. Nəyin bahasına olursa olsun, Allaha sadiq qalmaq. Çünki bizi çağıran Allah özü də sadiqdir. Sədaqət haqqında danışanda Danielin hekayəsi necə möhtəşəmdir. Necə möhtəşəm onun hekayəsi var. Gənc ikən ölkəsi işğal altına düşür. Əsir gedir. Düşməni hazırlamaz. Bütün yaxınları, qohumları, dostları həlak olub gedirlər. Həyat tərzini itirir və tanımadığı bir xalqın arasına gəlir. Məcbur olur onların dilini öyrənsin. Adını da dəyişdirirlər. Adını da dəyişdirib Valtasar qoyurlar. Gül kimi addır Daniel. Amma müqəddəs kitab onu hələ də Daniel olaraq çağırır. Və Danielin həyat hekayəsi o qədər nümunəvidir ki, indiyə qədər övladların adına Daniel qoyurlar. Yox. Çünki onun həyatı nümunəli idi və onun həyatının nümunə bilirsiniz neydən ibarət idi? Həyatında üzləşdiyi çətinliyə baxmayaraq Allaha sığınmağa, Allaha etibar etməyə, Allaha güvənməyə dayanmadı. Dayanmadı. O öz tərəfindən Allahın sadiq olduğuna inanırdı və öz sədaqətini Allaha göstərmək üçün əlindən gələni edirdi. Ona görə Yeşaya peyğəmbər 40-cı fəsil 31-ci ayədə deyir ki, Rəbbə güvənənlər ondan yeni qüvvət alırlar. Oyda. Rəbbə güvənənlər ondan yeni qüvvət alırlar.
Rəbdən yeni qüvvət alaq. Rəbdən yeni qüvvət almaq üçün ona sığınmaq, ona etibar eləmək nə qədər vacibdir. Allahdan aldığımız güc öhdəsindən gələ bilmədiyimiz işlərin öhdəsindən gəlməkdən ötəri bizə qüvvət verəndir. O sadəcə sən otur mən görüm deyil. Allaha sədaqətini yaşatmaqdır öz ürəyində. Əgər ürəyində onu yaşatmırsansa, zahiri nə qədər də etsən, nə qədər gözəl artist də, aktyorluq da etsən, çox getməyəcək. Ürəyində yaşat, ürəyində yaşat. Allaha ürəyində yer ver ki, Allah sənin bütün vücudunda yaşasın. Bütün düşüncələrində, bütün arzu istəklərində Allah yaşayan olsun. Ona görə müqəddəs kitab bizə deyir ki, Allah bizə onu verir. O gücü bizə verir. Allah bizə məhəbbət verir. Oyda Allah bizə məhəbbət verir yazılır. Allah böyük bir məhəbbət ilə bizim həyatımıza gəldi. Həmin o məhəbbət bizim əməllərimizdən asılı deyildi. Allah ədalət ilə bizi ilə davranmadı. Ədalət ilə yaradan Allah davransaydı, bizim pis əməllərimizə görə, Allahsız həyat tərzimizə görə, dilimizdə Allah, Allah deyib, ürəyimizdə pisliyi yaşatdığımıza görə bizi cəzalandırması doğru olardı. Amma Allah insanları cəzalandırmadı. Allah məhəbbət ilə gəlib, bizi günah etmək istəyindən azad edir. Necə? Ona iman etməklə. Bu məhəbbət bizi ofsunladı. Bu məhəbbət bizi Allaha bağlı qalmağa səbəb oldu. Allahın bizə olan xoş münasibətini gördük. Müqəddəs kitab aydın şəkildə Allahın bizə olan xoş münasibəti barəsində deyir. Zalım insanın ölməyini istəmirəm deyir Allah. Oyda. Biz isə bizə pislik edən insanın başına bəla gəlməsini gözləyərik. Yıxılanda deyir o aldı payını. Bu bizə yaraşmır. Məsih İsa'ya iman edənlər, iman etdikləri Allaha, Allahdan nümunə götürərək, pislik edənlərə pisliklə danışmırıq. Söyüşə söyüşlə cavab vermirik. Təhqirə həqarət ilə cavab vermirik. Biz öyrənirik onlara xeyir dua verməyə. Müqəddəs kitab bu məhəbbətə köklənərək Allaha etibar etməyə, bu məhəbbətə əsaslanaraq ona ümid bağlamağımıza səbəb olur. Allah bizi sevir. Məhz bu Allahın bizə göstərdiyi məhəbbət səbəb olur biz də onu sevməyə. Bütün varlığımızla, bütün düşüncəmizlə, bütün gücümüzlə Allahı sevəb onu bağlı qalaq. Bu məhəbbət Allahın bizə göstərdiyi məhəbbət. Və bizim o məhəbbətə cavab verməyimiz qorxunu qovur. Nə qədər insan var ki, onlar məhəbbətdə nankordlar. Yəqin ki, sizin də həyatınızda belə insanlar olub ki, xoş münasibət bəsləmisiniz, yaxşılıq etmisiniz. Əlbəttə təbii olardı ki, sənin etdiyin yaxşılığa heç olmasa balaca bir dodağın qırağında bir gülüş qoyardı. Sanki borclusan, sanki borclusan. Mən deyirəm ki, biz elə insanlar olmayaq. Bizə edilən yaxşılığa dəyər verməyi bacaraq. Çox sağ ol demək. Mən deyirəm, indiki insanlara nə olub? Nə olub bizə? Ay cəmaat, nə olub bizə? Çox sağ ol deyəndə hələ bil ki, borc veririk. İnsanlar çox sağ ol demirlər. Kiməsə nəsə yaxşılıq edirsən, yoxdur çox sağ ol. Siz Məsih İsa'ya iman edənlər belə olmayan. Çox sağ ol deyəndə borc vermirsiniz. Minnətdar olursunuz. Sizə edilən yaxşılığa dəyər verirsiniz. İnsanlar həyatlarını elə yaşayırlar ki, sanki belə də yaşamalıdırlar. Sanki bu dövr onlara verilibdir. Kim deyir? Allah verəndir və Allah geri alandır. Əgər bu günü yaşayırıqsa, gəlin Allaha şükür edək ki, bu günümüzü də yaşayırıq. Və bu günümüzü də gəlin Allahı tanıyanlar kimi yaşayaq. Ona güvənək, ona etibar edək və onun bizə olan sevgisinə məhəbbətlə cavab verək. Allahın sevgisinə sevgi ilə cavab verək. Bilirsiniz, Allahın bizə göstərdiyi məhəbbətə biz necə sevgi ilə cavab veririk? Allaha qurban olaram söz işləmir. Yəni,
Çünki bir çoxları bu sözü dili ilə deyir, amma ürəklərində o sözü yaşatmır. Mən də Allahı sevirəm. Yaxşı səslənən sözlərdir. Allah deyir, mən sizə göstərdiyim məhəbbəti yanındakına göstər. Oy da, yanındakını göstər. Və mənim üçün nümunələrdən biri çox maraqlıdır. Deyir, kimsə sizlərdən birinə mənim şagirdim olduğuna görə bir stəkan su versə, öz mükafatını itirməyəcək. Nə? Su? Allah xırda detallara fikir verən Allahdır. Allah xırda detallara fikir verən Allahdır. Ona görə də İsa Yerusəlimdə pul taxılın qabağında qadının son pulunu qoyduğunu qiymətləndirdi. O məni bu qədər sevir. Axırıncısını mənim uğrumda verməyə hazırdır. Bəs sən? Allah, Allah deyib Allaha güvənən, Allah uğrunda hər şeydən keçməyə hazırsan. Məncə bu düşünmək üçün çox yaxşıdır. Nə qədər Allaha yer verirsən həyatında. Nə qədər xoşdur bizə bilmək ki, Allah bizi sevir. Nə qədər xoşdur. Nə qədər xoşdur və bizi ofsunlayandır ki, nə qədər bizi valeh edəndir ki, Allah bizi şərtsiz sevir. O da necə xoşdur. Otururam, dururam, gedirəm, gəlirəm, Allah mənədir. Allah bunu müqəddəs kitab vasitəsilə bizə deyir. Bəs o məhəbbətə biz necə cavab veririk? O məhəbbətə biz necə cavab veririk? Məgər Allah o məhəbbətin cavabını gözləmir bizdən? Məgər Allah bizə göstərdiyi o xoş münasibətin nəticəsini istəmir bizdən? İstəyir, istəyir. Bilirsiniz, o Allahdan aldığımız o sevgini biz necə qaytarıq Allaha? Yanımızda olana məhəbbət göstərməklə. Yanımızda olana sədaqətli olmaq ilə. Nə qədər insan Allaha canım da fəda deyər. Yanındakına fəda et. Bəlkə heç fəda etmək də lazımdır. Sadəcə soruşsan necəsən, bəlkə kifayət edər. Xoş münasibət göstərmək, gülümsəmək, ruh əhval tutmaq. Zaman çətinliklə dolduqca insanlar daha kobud, acıdı, çılğın, özündən çıxan olurlar. Siz Allahı tanıyanlar elə olmayın. Biz öyrənək, təmkinli, səbirli, Allaha güvənən olaq. Baxın, Allah bizə necə məhəbbət göstərir. Onun bizə olan məhəbbəti sərhədsizdir. Yəni, onun hüdudu yoxdur. Onun həcmi yoxdur. Onun meyarı yoxdur. Allah əbədi olaraq yazılıb bizi sevdi. Oy da. Onu ölçmək və hansısa bir vahidə salmaq olmur ki, biləsən ki, Allah səni nə qədər sevir. Allah böyük məhəbbətlə bizi sevdi. Müqəddəs kitab bunu deyir bizə. Həmin o məhəbbəti alan bizlər də öyrənirik yanımızda olanları sevməyə. Baxın, Efeslər məktubu 3-cü fəsil 18-ci, 19-cu ayələr bu barədə nə deyir? Belə ki, bütün müqəddəslərlə birlikdə Məsih məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız. Maraqlıdır, deyir, başa düş, dərk elə. Allahın Məsih İsa'da aşkar etdiyi məhəbbət nə qədər genişdir, nə qədər dərindir, nə qədər ucadır, nə qədər uzundur. Ölçüsü yoxdur. O deyir ki, mən istəyirəm ki, siz bunu dərk edəsiniz ki, bunun nəticəsində sizin Allahın bütövlüyündən bütöv olasınız. Bunu dərk etdikdən sonra məhəbbətin insanın həyatında nə qədər vacib olduğunu anladıqdan sonra o məhəbbəti başqalarını yaşatmağı bacarasınız. Bəzən biz çətinlik çəkirik o məhəbbəti başqalarına yaşatmağa. Mən deyirəm, gəlin səmimi olaq dualarımızda. Bilirsiniz, Allaha ibadət edəndə Allah şirdilmiş, gözəl sözlərlə bəzədilmiş, qafiyəli sözlər bizdən gözləmir. Bəzən çox gözəldir. Yəni belə çox avazlı dualar dinləyən insanlara xoş gəlir. Kənardan belə yaxşı, gözəl sözlərlə zəngin olan duaları qulaq asmaq adama xoş gəlir. Amma o duaları qəbul edən sahib o duaların mahiyyətinə,
sözlərin mənasına daha çox diqqət verir, nəinki sözlərin səslənməsinə. Fikir verir, hansı ürəklə o sözləri deyirsən. Çünki Allah bizim gizlidə olan ürək niyyətlərimizi biləndir. O baxır, hansı sözlərdə olar? Gözəl səslənir, amma necə onu dedin? Ürəyində neyi yaşatdın? Allah istəyir ki, biz onunla səmimi danışaq və qoy dualarımız da səmimi olsun. Mən deyirəm, əgər kimisə bağışlamaq çətinlik gəlirsə, belə üstündən keçmə. Duanda deyir, yarab, mən çətinlik çəkirəm bağışlamağa. Mən fikirləşirəm ki, əzbərdən zəburları söyləməkdənsə səmimi bu sözləri demək daha yaxşıdır. Kimisə bağışlamaqda əziyyət çəkirsənsə, sadəcə onu duada de. Kimisə sevməkdə çətinlik çəkirsənsə, sadəcə bunu de. Ayələri əzbərləməkdə heç ehtiyac da yoxdur. Əgər Allah ilə dualarda səmimi deyilsənsə, səmimiyyət daha vacibdir. Mərasimlikdən, dini tədbirlərdən, belə təmtəraqlı ibadətdən səmimi münasibət və səmimi dua daha vacibdir və gəlin bunları öyrənək. Xüsusilə bir sizə çətin olur, sənə pislik edən insanı bağışlamaq. Biz istəyirik ki, ədalət zəfər çalsın. İstəyirik ədalət zəfər çalsın. Mənə pislik edən öz ədalətli cəzasını alsın. Və bu ədalətlidir. Amma Allah bizi ədalətli olduğumuza, ədalətlə davranmağımıza çağırmır. Allah deyir, qısası ver mənə. Buradasınız? Qısası ver mənə. Allah deyir, qısas mənimdir, sənin deyil. İnsanlar üzərində ədaləti icra edən Allahdır. Hökm verən Allahdır. O bizim hissəmiz deyil. Bizə düşən pay Allaha itaət eləməkdir. Və biz itaət neydədir? Bəlkə duamda həmin o insan barəsində danışmaq. Yəni, bu məni incitdi, qəlbimi qırdı, həyatımı dağıtdı, mənə verdiyi zərər nə qədər mənəvi yüklərlə doldum. Mənə kömək elə ona xeyir dua verim. Uyda, siz Allah o duanı cavabsız qoyar. Mənə pislik edənlərə xeyir dua vermək istəyirəm. Amma elə çətindir, ya Rəbb. Elə çətindir ona xeyir dua vermək. Lənətləmək asandır, xeyir dua vermək çətindir. Çünki incidir baxı qəlbimi. Allah sizə bağışla. Onda Allahın kamilliyindən kamillik alacaqsan. Onda Allahın gücündən güc alacaqsan. Onda Allahın məhəbbəti səni qüvvətləndirəcəkdir. Gəlin, Allahdan bu nümunələri götürüb bunu öyrənək. Çətin şeylərdən danışıram. Əslində bağışlamaq çətindir. Qısas almaq asandır, bağışlamaq çətindir. Səni pislik edənləri dualarında xatırlayıb, ya Rəbb, mənə kömək elə ona xeyir dua verin və xeyir dualandırmaq çətindir. Amma mən deyirəm ki, bu çətinliklər buradadır. Allah deyir, dəyişib. Allah deyir, dəyişib. Heç kimə qısas almaq zövq verməyib. Düzdür, Hollywood kinolarında qısas almaq haqqında çox kinolar çəkirlər. Amma qısas alanların kinonun sonunda aqibətlərinə baxın. Heç biri belə firavan yaşamadı. Heç kim firavan yaşamır. Qısas heç zaman insana rahatlıq verməyəcək. Qısası Allaha ötürmək insana dinclik verəcək. Allaha özünə aid edərək bütün düşüncələrini, hisslərini, istəklərini Allaha təslim et. Bilirsən necə təslim edirsən? Mənim yox, sənin iradən olsun deməklə. Və o iradəni axtarırsan, o iradəni müqəddəs kitabda özün üçün aşkar edirsən və o iradəyə görə davranırsan. Çünki müqəddəs kitabda yazılıb ki, Allah bizə qorxaqlıq ruhu deyil, ağıllı və kamallı olmaq ruhunu verdi. Onu insan öz daxilində hasil edə bilmir. Mümkün deyil ki, insan özündə bunu hasil eləsin, əgər yaradan Allah insana onu verməsə. Paul Timoteyə yazır, Allah onu verdi sənə. O əmanəti saxla. Allah sənə ağıllı, kamallı olmaq ruhunu verdi. Ağıllı, kamallı sözü də o söz birləşməsidir. O biblik bir sözdür. O sözün tərifi, mənası bundan ibarətdir. Öz həyatına görə məsuliyyət götürmək. Öz hərəkətlərinə görə məsuliyyətli olmaq. Nə qədər insan bu sözdən qaçır. Nə qədər insan öz həyatına görə məsuliyyətdən qaçmaq istəyir.
Amma Allah başa salır, izah edir, bizi dayandırır ki, dayan bala, insan əkdiyini biçəcək. Bu qaçılmazdır. Həyatına görə məsuliyyət getir. Baxışlarına, düşüncələrinə, istəklərinə görə ciddi düşün. Əks halda sən onun nəticəsindən qaça bilməyəcəksən. Doğru düşünən insan olmaq. Allah bizə bunu verdi. Allah bizə ağıllı, kamallı olmaq dedikdə bizə iffət ruhu verdi. İffət bilirsiniz nədir? Saflıq, təmiz olmaq. Başqa yerlərdə Azərbaycan lüğətində yazılıb namuslu, həyalı olmaq. Allah onu bizə verdi. Həyanı saxla. Oyda. Sərhədlərini aşma. Əxlaqlı olmaq. Və bilirsiniz, əxlaq insanın daxilindədir. İnsanın daxilində. Əgər insan daxili təbiətinə görə əxlaqsızdırsa, o nə qədər qapansa da əxlaqsızlığı görsənəcək. Onu gizlətmək mümkündür. Allah bizə onun müqəddəs ruh vasitəsilə verdi ki, bizi daxili təbiətdə dəyişdirərək iffətli etsin. Təmiz, pak, saf düşüncəli insan etsin ki, o saflıq görsənsin. Zahiri görsənsin və insanın üzündə görsənsin. Bəzən sizdə də olur, yox, insanın üzündə hər şey yazılır. Elə olur sizdə. İnsanın üzünə baxırsan, bütün həyat hekayəsi onun üzündədir. Yox, gözləri gizlədə bilmir insan. Hər şey gözlərindədir. Mən deyirəm, əgər biz insan olaraq digərin üzünə baxanda onun necə olduğunu başa düşürüksə, sizcə Allah bunu bilmir? Niyə özümüzü Allahdan gizlədək? Kimi aldadırıq, özümüzü aldatmış olacağıq. Gəlin Allahla səmimi danışaq. Əgər hansısa bir mənfi, günah tərkibli istək varsa, Allaha səmimi deyil, ya Rəbb, məni bundan azad et. Mən bilirəm ki, bu mənim həyatımı fəlakətə aparacaq. Mən fəlakətə düşmək istəmirəm. Mən fəlakətə düşmək istəmirəm. Nə qədər insanlar var, əxlaqsız həyat yaşayırlar. Nə qədər kişilər var ki, əxlaqsızlığı ilə öyünürlər. Mən deyirəm, bizim zamanda qadınlar indi bunu gizlətmirlər. Öyünürlər bununla. Fəxr edirlər bu həyat tərzi ilə. Allahsızlıqları ilə fəxr edirlər. Allah adamına isə bu yaraşan tərz deyil. Allaha özünə aid edən insan əxlaqlıdır, namusludur, iffətli insandır, safdır, ismətlə yaşayan insandır. Allahdan aldığımız bizi nizamlı, intizamlı olmağa səbəb olur. Allah nizamlı, intizamlı olmağa bizə kömək edir. Öz həyatımıza görə, öz nəfslərimizə görə yaşayan insan olmayaq. Nəfs insanı fəlakətə aparacaq. Onun sözünü rəhbər tutaraq, düşüncələrində, istəklərində yenilən insanı isə Allahdan davamlı olaraq xeyir-dua alacaq. Məsləhət görərdim sizə, William Barclay'nin o müqəddəs kitabı oxuyanda internetdə Azərbaycan dilində təəssüf olsun ki, yoxdur, rus və ingilis dilində var, onun izahları var. Və həmin o izahlara baxanda çox maraqlı bir sözlər deyir. Məhz bu ayələrə görə müraciət eləmişdim. O deyir ki, vacib olan 4 keyfiyyətdir. Paul Timoteyə son öğüt nəsihətini verəndə Barclay deyir ki, ən vacib 4 şeyi vurğulamaq istəyir. O demək istəyir ki, Allah sənə cəsarət verdi. Sənin cəsarətin sənin daxili təbiətində Allaha güvənməyindir. Onun şərhini oxuyanda çox maraqlı bir mövqe tutur. O deyir ki, cəsarət qorxmamaq deyil, cəsarət Allaha güvənməkdir. Allahı gözləməkdir. Bu cəsarəti biz Davudun həyatında görürük. Davud həyatının birinci döyüşünə girəndə ondan güclü, qüvvətli, döyüşlərdə təcrübə və ad qazanmış Qalyat adlı bir şəxs idi. O ilə döyüşə çıxanda bilirsiniz nə dedi? Sən mənim üzərimə qalxanla, qılınc və nizə ilə gəlirsən, mən isə Allahımın adı ilə. Oyda. Ona görə Davud deyir ki, kimsə ordusuna güvənir, kimsə əskər sayına güvənir, kimsə sərvətinə güvənir. Mən isə Allahıma güvənirəm. Qoy güvənən nümunə verir özünə Davud peyğəmbər. Eşidirsiniz? Qoy güvənən Allahı tanıdığına görə güvənsin. Gəlin biz bununla güvənək. Biz Allahı tanıyırıq. O deyir ki, bu vacibdir, bu cəsarətdir, bu gücdür, məhəbbət və ağıllı, kamallı olmaqdır. Allah bunu bizə verir ki, bizim həyatımıza bu təcizatı getirsin. Və o deyir ki, bəzi insanlar
Deyirlər ki, ağıllı, kamallı olmaq müqəddəslərin ağlıdır. Oyda, müqəddəsliyə çağırılan insanlarıq. Allah tərəfindən dəvət olan insanlar kimi gəlin biz də ehtirasa görə deyil və ya düşdüyümüz çaxnaşmada, yəni panikada özünü itirərək, kontroldan çıxaraq söz, hərəkətə qapanan və sonra peşmançılığını çəkən deyil, amma ağılla davranan insanlar olaq. Və o deyir ki, bu müqəddəslərin ağlıdır. Gəlin ağıllı olaq. Barklinin sözündən belə çıxdı. Gəlin ağıllı olaq. Allah o ağlı artıq bizə verdi. Allah o ağlı artıq bizə verdi. Desək bixəbərik, yalançıyıq. Yox, niyə yalan danışaq? Xəbərimiz var. Biz müqəddəs kitabı oxuyuruq. Oxumayanlar bixəbərlər, amma indi mənə eşidənlər yenə də üzürsüz oldular. Çünki eşitdilər. Allah insanın düşüncələrini yenilənməyini istəyir. İnsan öz düşüncələrini yenilənməsə, içində mübarizə aparan və onun həyatını cəhənnəm quyusuna aparmayana qədər əl çəkməyən etirazlardan azad ola bilməyəcək. Məsih isə azad edir. Biz azad olduq. Azad olduğumuza görə Barkli deyir, müqəddəslərin ağlı ilə yaşayın. Öz həyatınıza görə məsuliyyət götürən, o məsuliyyətə görə davranan insanlar olaq. Bu günləri Davud Peyğəmbərdən çox danışdım. İstəyirəm son sözlərimi də Davudun zaburundan bitirək. 103-cü zaburdan 1-ci ayədən 6-cı ayəyə qədər oxuyaq və dua edək. Rəbbə alqış et, ey könlüm, ey bütün varlığım, onun müqəddəs adına alqış et. Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları. Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan. Odur ömür boyu səni bərəkəti ilə doyduran, səni təzələyib, gənc, gümrah qartala oxşadan. Rəbb bütün miskinliklər üçün haqq və ədalət edir. Necə gözəl sözlərdir. Necə gözəl sözlərdir, yox? Rəbbə alqış et könlüm. O deyir, mənim könlüm Rəbdən zövq almağa davam et. Ey bütün varlığım, onun müqəddəs adına alqış et, tərənnüm et, ilahilər oxu, Rəbbə alqış et ey könlüm və deyir, unutma etdiyi yaxşılıqları. Mən deyirəm, həyat çətinlikləri qarşısında, həsən həyatında növbəti bir qarşı durma, xoşa gəlməz bir hal yaşayanda ayaq saxla və geri dön. Allah sənin həyatında tamamlanmış və etmiş işləri xatırla. Həmin o xatirələr unutmamağın səni qüvvətləndirəcək ki, əgər Allah bu günə qədər məni təmin edibsə, bundan sonra da məni təmin etmiş olacaq. Çünki o sadiqdir. Çünki o vəfalıdır. Çünki o etibarlıdır. Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan. Nə gözəl sözlərdir, hə? Rəbb sənə tac verib. O tacın üzərində yazılıb, məhəbbət ilə sevilmiş, mərhəmət edilmiş. Və öz həyatımıza görə məsuliyyət götürmək və Barklinin sözünə görə müqəddəslərin ağlına görə yaşamaq, ağıllı olmağımız haqqında danışanda Allah deyir, o tacı sənin başına qoydum ki, heç vaxt sənin başından düşməsin, sənin ağlın da ona bağlı qalsın. Məhəbbət ilə sevildin, mərhəmət edildin. Bu müqəddəslərin ağlıdır. Odur, ömür boyu səni bərəkəti ilə doyduran. Biz deyirik, amin. Səni təzəliyib gənc, gümrah qartallara oxşadan. Rəbb bütün miskinlər üçün, həyatda əziyyət çəkən, sıxınan, yıxılan, əziyyət çəkənlər üçün haqq və ədalət edir. Və biz deyirik, amin. Səhədə bu ilə bitirək və dua edək və qoy bizim duamız olsun ki, ya Rəbb, istəyirik ki, həyatımız belə olsun. Bu tərzdə yaşayan, bu tərzdə düşünən insanlar olaq.